Salam qardaşlar, axşamınız xeyir. Bu gün mən sizə kimi ürəyində tutqu varsa, stent qoydurmaq istəyirsə, bunu 20 gün qoydurmayın. 20 gün, bax bir dənə mən sizə resept deyəcəm. Bu 20 gün ərzində bu damarlar açılır. Mən özüm olmuşam. Bax 100% deyirəm ki, açılır. İnanmırsınız, bunu eləyin, bir baha döyük, bir manatlıq üstündən bir dənə pul gedir, eləyir. Ayda da 20 ilə 20 manat. Dərmana nə qədər pul verirsiniz? Stentə bir aşağısı 2 damar İraq olsun tutulsa 3000-ə yaxın pul çıxır. Əziyyət çəkirsiniz. Bax, götürürsünüz bax belə bir dənə cəfərini. Bax, bunu belə ət maşından keçirirsiniz. Bax belə. Soxunur. Bəslədir. İndi bax bu hazır olan bax bu da əzilmiş petruşkanı, cəfərini bax götürük. Belə bir dənə marlağın üstünə cuna. Bax belə bunu töküb indi suyunu sıxacam bura. Bunu belə suyunu bax belə bax bu formada sıxıram. Bax. Bax. Əlcək geymişəm. Sözlə əl öz baxması deyib əlcək geyinim. Bundan təqribən yarım iskan su çıxır. Bu da bəsləyir. Bir dəstə bəsləyir. Yəni nə çıxar? Çıxar. Bax bu suyu götürürsünüz. Bax belə bir dənə stakana tökürsünüz. Bax belə. Sonra bunun üstünü adicə suyla doldururuq. Təmiz xlorsuz suyla, bulaq suyuna. Beləcə doldurursunuz, bax. Bax belə. Alını bax belə bir dənə bu qədər sox bizə. Petruşkanı soxu, cəfərin soxu. Demək. Sonra buna ağarır. Bunun üstünə götürürsünüz bax belə bir dənə limonu. Bir dənə limon. Bax kəsirik bax belə. Bunun soxunu sıxırıq. Bax belə bir dənə limon soxunu bura sıxırıq. Həmən bax bu alınmış soxumuzun üstünə bir dənə yarım limon soğuğuna belə sıxırıq formada. Çərdəksiz, çərdəyini töymürük. Çərdək olsa çıxardarız. Bu da belə. Sonra da götürürük bir diş sarımsaq. Bir diş sarımsağı da bax belə əzirik, bax burada bunu belə. Belə əzirik. Aha. Hemen bir diş sarımsağımızı da tökürük bunun içine. Bak böyle. Karıştırırıq. Bak böyle bunu. Demek bunu etmək lazımdır. 20 gün, bir gün sarımsaqla, bir gün sarımsaqsız. Petruşkanın dəstəsini mən Qəbələdən almışam. Böyük dəstədə 30 qəpiyə. Bir dənə limon 20 qəpik. Bu yarısı da bunun elə bir 10 qəpik orada. 30, 10 qəpik. 40 qəpik. Bir diş sarımsaq da heç şeydir. Olsun 50 qəpik. Bunu bir ay eləsiz üstə, 20 gün eləsiz üstə 10 manat pul lazım orada. Yəni 3000 vermək var, amma bu 100% köməli. Bunu hər gün
Bir gün sarımsaqla, bir gün sarımsaqsız, bax, götürürsünüz səhər ac qarına, bax, belə içirsiniz, bax, bunu, ac qarına. Səhər tezdən durub hazırlayın, məsələn, yeməkdən qabaq içmək lazımdır. Bundan bir əsr içdiniz, bir saat, 2 saat yeməyinizi yiyin. Yəni, bu nəyə köməkli? Bu, bütün ürəkdə olan nə qədər ürək damarlarında, tac damarlarında, hamısı nə qədər orada yığılıb qalan şılaqları, zaten hamısının damarları açır. 100% açır. Bax, bunu edin, baxın. Sonra kömək eləmədə sonra geldi, 20 gün əvvəl apar 3000 niyə 5, amma bu 100% köməklikdir. Özünüz görürsünüz köməklikdir. Bax, gedin, sonra girin, yoxlayın da, özün kardioqrama çıxartdırın. Məsələn, həm də özünü hiss edirsən də, səndə yavaş-yavaş ağrı qalmır. Bax, bunu 100% eləyin. Mən yenə deyirəm, Allah'ın da olsun, təmiz sağalırsınız da, ürək problemi sizdə olmur. Bunu elə bil, 20 gündən sonra 10 gün fasilə verirsən, bu bir şey 20 gün yenə eləyirsən, prosto uca da şey kimi da, yəni özdə biraz yüngül olsun deyir. Amma o 20 gündən sonra gedin, yoxladığın da ürəyici. Sizdə tutuq damarlar açılasıdır 100%. Ona 20 gündən sonra gəzəndə, yol gedəndə, bir pilləkən çıxanda hiss edirsiniz ki, həmən ki, sizdə boğulmalar, təngi nəfəsliksə, olası deyil. Yəni, bax, bunu eləyin, Allah canınızı sağ eləsin. İndi pis vaxtda hava yerinə niyə pulunuzu verirsiniz ki? Sağ olun.